Əziz uşaqlar, bir neçə ildir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Respublika məktəbləri arasında Fövqəladə Hallar uşaqların gözü ilə adı altında yaradıcılıq müsabiqəsi keçirilir. Bu müsabiqənin məqsədi də sizlərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətini fövqəladə hal probleminə cəlb edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir. Əziz uşaqlar, Bakının Muzey Mərkəzində həmçinin müsabiqədə qalib gələn həmyaşıdlarınızın əl işlərindən ibarət sərgilər keçirilib. Onların yaradıcılıq nümunələrindən istifadə olunmaqla hazırlanan bu video çarx uşaqların fövqəladə hal probleminə necə yanaşmasından əyani göstəricisidir. Bəs siz necə fövqəladə hallarda davranış qaydalarını bilirsinizmi? Elə isə gəlin birlikdə izləyək. Uşaqlar, hər birimiz həyatda təhlükə ilə üzləşə bilərik. Evdə, məktəbdə, küçədə, istirahətdə. Təhlükəli anlarda isə daim sizin yanınızda Fövqəladə Hallar Nazirliyinin xilaskarları var. Bunu əzbər bilirlər sizin bütün dostlar. Daim bizi düşünür. Gəlsə tufan, yağsa qar, FHŞ-nin əməkdaşı bizim əziz xilaskar. Dara düşdüyünüz zaman isə xilaskarlarımız həmişə köməyə hazırdır. Onlar gecikmədən vaxtında köməyə yetişir, sizi düşdüyünüz təhlükəli vəziyyətdən xilas edir. Bu səbəbdən çətinliyə düşərkən heç qorxmur bizim bu dostumuz. Mən dənizdən qorxmuram, çünki nənəm deyir ki, FHŞ-nin əmi gəlir, hamını xilas edir. Amma təhlükəli an olduqda, əziz dostlar, köməyə necə çağırmağı da hamımız bilməliyik. Vaxtında çağırılan köməyə, vaxtında da xilas edicilər yetişir. Bu yardım vasitəsi isə 112 zəng mərkəzidir. FHŞ-nin nömrəsi 112-dir. Bunu yaz. Ən çətin anlarında onun kimi dost olmaq. Uşaqlar, təhlükəli anlar bir çox hallarda özümüzün ehtiyatsızlığı səbəbindən baş verir. Buna görə təhlükəsizlik qaydalarını öyrənməli, onlara əməl etməli və dostlarımıza da onları aşılamalıyıq. Necə ki bunu edir bizim yoldaşımız. Dayanın! Mən adam deyil ki, odun oynamaq olmaz. Əlimdə kibrit olsa, heç kim mənlə dost olmaz. Təhlükəsizliyin əsas qaydalarına diqqətli olmaq, laqeyd və biganə yanaşmamaq aiddir. Əks halda ciddi təhlükələrlə üzləşə bilərik. Bu təhlükəsizlik qaydalarını vərdiş halına salmaq lazımdır. Anam evdən çıxanda atama deyir ki, işığı qazısındır, unutma bu vərdişi. Beləliklə uşaqlar, unutmayın, təhlükəli vəziyyətlər hər an və hər yerdə bizi haqlaya bilər. Düzgün və vaxtında çağırılan yardım nəticəsində köməyinizə gələn Fövqəladə Hallar Nazirliyinin xilaskarları sizə kömək edəcək, çətin vəziyyətdən xilas edəcəklər. Onların bu çətin, məsuliyyətli və şərəfli işi isə hər kəs üçün nümunədir. Bizim balaca dostumuz da böyüyəndə məhz bu işlə məşğul olacaqdır. Bilirsiniz kim olacağım böyük olanda? Hamıya əl tutacağım Fövqəladə Hallarda.